Buradan kargolarım gəlib birlikdə açaq. Düzdür, valla bir şeylər sifariş eləməmişəm, amma yenə də ənənəyə sadiq qalaraq sizlərlə bir yerdə açmaq istəyirəm. İlk kutumuzdan başlayaq. Təbii ki, hər karqomda olduğu kimi yenə özümə orqanayzer sifariş eləmişəm. Çünki mənim məhsullarım çoxdur, yerləşdirə bilmirəm. Ona görə hər Temu sifarişimdə bir dənə də olsa orqanayzer olmalıdır. Bəh, 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 nə gözəl. Nə qəşəngdir. Oy, oy, super. Əla. Buna sponçlarımı falan belə yığmağı düşünürəm. Masamın üstündə sərgəli bir görüntü yaratsın deyə. Bundan 2 dənə sifariş eləmişəm. Birini də çəkməcəyə yerləşdirəcəm. Zakolkaları falan yığacam ki, qarma-qarışıqlıq olmasın. Bir dəfə Temudan pijama sifariş elədim və o gündən sonra bağımlısı oldum. Ancaq oradan pijamalar sifariş eləyirəm. Çox qəşəng gəlir. Materialı çox qəşəngdir. Yəni şaşırmadım da. Yəni zərrə şaşırmadım. Belə bir pijama sifariş eləmişəm. Materialı çox qəşəngdir. Bu da şalvarıdır. Mən bir pijama xəstəsiyəm. Hop. Və bir dənə də pijama. Bu deyəsən belə don kimidir. Baxın, belə üstündən belə xalatı da var. Xalat mı deyirlər, nə deyirlərsə artıq. Bir dənə də belə bir pijamadır. Bunu çox göstərmirəm. Sonra bir dənə də pijama. Yenə çöldə tufan qopur. Yəni noyabr, dekabr ayında heç belə deyildi. Ay, elə bildim 2 dənə bir pijamadan 2 dənə sifariş eləmişəm. Eyni desenlidirlər deyə biraz oxşatdım. Bu da belədir. Bunun da materialı çox qəşəngdir. Sanki bir razmer kiçik vurmalıydım. Çox oversize'dir. Neysə, bu da belə çox qəşəngdir. Bunun yaxa detayını ümumiyyətlə bəyəndim. Şalvarı da belə. Güllü çiçəkli, tam yaza özəl. Hop. Bir ədəd sport ayaqqabı, yürüyüş falan edəndə geyinməyə. Görək necədir, yorumda çox qəşəng tərifləyirdilər. Ay qız, nə gözəldir. Ya, çox qəşəngdir. Yəni yüngüldür də. Düşünürəm ki, bunu ayaqda da geyinəndə sanki heç nə geyinməmişəm bir hissi verəcək. Çox qəşəngdir və çox yüngüldür. Görək ayağımıza olacaqmı? Bu heç. Bunu göstərmirik. Sonra bir dənə AirPods'una belə kılıf.